Xoş gördük dəyərli Dost TV izləyiciləri. Reabilitasiya zonası verilişinin növbəti buraxılışı efirdədir. Bugün sizi əlilliyi olan şəxslərin kompleks tibbi, eləcə də sosial-psixoloji reabilitasiyasını həyata keçirən Şağan Reabilitasiya Pansionatının fəaliyyəti ilə yaxından tanış edəcəyik. Ölkənin ən böyük reabilitasiya müəssisələrindən biri olan bu mərkəzdə vətəndaşlara göstərilən xidmətlər, reabilitasiya prosesləri, eləcə də burada müalicə alan şəxslərin həyat hekayələri ilə yaxından tanış olacağıq. Elə isə başlayaq. Salam, xoş gördük Təranə xanım. Xoş gördük. Təranə Quliyeva Şağan Reabilitasiya Pansionatının direktorudur. Təranə xanım, istərdim ki, izləyicilərimizin Şağan Reabilitasiya Pansionatının yaranması və fəaliyyəti haqqında məlumatlandıraq. Xoş gəlmisiniz Rifə xanım. Biz hər gələn qonağımıza, bizim müəssisəyə gələn qonaqlara şadıq, eyni zamanda da sizə. Şağan Reabilitasiya Pansionatı 2003-cü ildə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən onun təşəbbüsü ilə yaradılmış bir mərkəzdir. İlk olaraq müharibə veteranları və əlilləri üçün yaradılmış mərkəzdir. Lakin sonraki dövrdə digər əlilliyi olan şəxslər də bu müəssisədə müalicə ala bilirlər. 2021-ci ildə əsaslı təmirdən sonra Şağan Reabilitasiya Pansionatı ikinci nəfəs alaraq yenidən işinə başlamışdı. Çox gözəl. Təşəkkür edirəm məlumatlar üçün. Təranə xanım, qəbul prosesi necə gedir? Vətəndaşlar, əlilliyi olan şəxslər Şağan Reabilitasiya Pansionatına yaxınlaşır və ondan sonra proses necə davam edir? Qəbul prosesi bizim digər müəssisələrimizdə də olduğu kimi hər qrupdan olan əlilliyi olan şəxslər şəxsiyyət vəsiqəsi və əlilliyi təsdiq edən sənəd və rentgen çəkilişi ilə bərabər yaxınlaşırlar mərkəzimizə. Lakin bu öncədən rezervasiya olunmuş şəkildə həyata keçirilir. Bu ərazi üzrə çeklərdə və yaxud da dost xidmətində rezervasiya həyata keçiriləndən sonra müddət təyin olunandan sonra, dövr təyin olunandan sonra həmin vaxtda müəssisəyə yaxınlaşırlar. Və yaxınlaşanda ilk olaraq bizim qeydiyyatda olan əməkdaşlarımızla təmasda olurlar. Şəxsiyyət vəsiqəsi, əlilliyi təsdiq edən sənəd və rezervasiya sənədi təqdim olunur qeydiyyat şöbəsinə. Və burada sənədləşmə işləri həyata keçiriləndən sonra yönləndirirlər əlilliyi olan şəxsi multidisiplinar komandanın qəbuluna. Həmin komanda əlilliyi olan şəxsin hal-hazırki durumu barəsində ilkin məlumatlar topladıqdan sonra, həkimlər üzrə bölgü olunduqdan sonra yönləndirirlər palatalara. Bayaq sizə dediyim kimi, qeydiyyatdan sonra əlilliyi olan şəxs yönləndirilir multidisiplinar komandanın baxışına və bu komandamız hal-hazırda burada iş prosesindədir və bizim həkimimiz Elvin doktor əlilliyi olan şəxsi qəbul eləyir və onun hal-hazırki durumu barəsində qeydiyyatlarını aparır. Burada temperaturu ölçülür, təzyiqi ölçülür, boyu, çəkisi və digər parametrlər ölçüləndən sonra həkim təyinatı verilir və həmin həkim artıq şöbədə onun prosedurlarını tənzimləyir. Həm sosial-psixoloji qəbul baş tutur, həm həkim təyinatları baş tutur. Təranə xanım, vətəndaş multidisiplinar komandanın qəbulundan sonra fərdi reabilitasiya planlaması tənzimlənir. Necə gedir bu proses? Qəbuldan sonra hər bir əlilliyi olan şəxsə həkim təyinatı olunur. Fərdi şəkildə reabilitasiya planı artıq müalicə həkimləri tərəfindən, reabilitoloqlar tərəfindən təyinat olunur. Təyinatdan öncə isə əlilliyi olan şəxsə həm laborator müayinələr, həm USM müayinəsi, həm də kardioqrama çəkilməsi mütləqdir. Özünüzü necə hiss edirsiniz? Yaxşı hiss edirəm. Hal-hazırda əlilliyi olan şəxsin təzyiqi ölçülür və müalicə həkimi tərəfindən
faktiki durumu təyin olunur və ona uyğun olaraq da həm də müayinələrin nəticəsində ona artıq fərdi reabilitasiya planı tərtib olunur. Hazırda laboratoriya otağındayıq. Təranə xanım, burada hansı müayinələr aparılır? Hazırda laboratoriya otağındayıq və burada qanın ümumi analizi, qanda şəkər olmaqla müayinələr aparılır və sidiyin ümumi müayinəsi aparılır. Laboratoriyamız müasir avadanlıqlarla təchiz olunub. İndi gördüyünüz kimi bir əlilliyi olan şəxsin göstəricilərini həkim laborantımız nəzərdən keçirilir. 20 parametrdən ibarət qanın ümumi analizini, göstəricilərini təyin edilir. Bəs bu avadanlıqlar, Təranə xanım? Avadanlıqlarımızın hamısı müasirdir. Bu aparatda qanın ümumi şəkərini təyin edirlər. Bu avadanlıqda hemoqrammanı təyin edirlər və içəridə olan digər avadanlıqlarımızda da sidiyin müayinəsini təyin edirlər. Təranə xanım, psixoloji dəstək və sosial adaptasiya proqramları hansı istiqamətlər üzrə həyata keçirilir? Ümumiyyətlə, müəssisəyə daxil olan hər bir əlilliyi olan şəxs psixoloqun nəzarətindən keçir və qiymətləndirmə PHQ şkalasına əsasən hər bir əlilliyi olan şəxsin psixoloji durumu dəyərləndirilir. Yan otaqda bizim psixoloqumuz əlilliyi olan şəxslə seans keçirdir. Bu otaqda isə əmək terapiyası otağıdır, ergoterapiya otağı da deyirik və bu otaqda nevroloji xəstəlikləri olan, əlilliyi olan şəxslərin reabilitasiyası həyata keçirilir. Kiçik motorik hərəkətlərin təkmilləşdirilməsi və özünə xidmət bacarıqlarının təkmilləşdirilməsi həyata keçirilir. Nevroloji xəstəliklərdən sonra bir çox əlilliyi olan şəxslərdə hərəkət məhdudluğu, koqnitiv funksiyaların pozuntusu baş verir ki, bu ergoterapiya otağında da bunların təkmilləşdirilməsi, artıq bərpası həyata keçirilir. Kəmalə xanım, vətəndaşın ümumi vəziyyəti haqqında nə deyə bilərsiniz? Kəmal bəy bizim Azərbaycan Respublikası televizyonunda qazimizdir. Kəmal bəyin sol əl nahiyəsində kiçik motorika bacarıqlarında müəyyən məhdudiyyətlər var. Əşyanın tutumunda, qaldırılmasında və barmaqlarında keyləşməsi var. Robot əl aparatı vasitəsilə əl və barmaqların hərəkət bacarıqlarının inkişafına doğru işləyirik. Bu aparat vasitəsilə əl və barmaqlar açılıb bağlanır, müəyyən funksiyalarını yerinə yetirir və özünə xidmət bacarıqlarının inkişafında, yemək yeyərkən, geyinmə, soyunma, yuxarı ətrafın geyinmə, soyunması xidmətlərinin inkişafında böyük rol oynayır aparat. Hazırda fizioterapiya otağındayıq. Şağan Reabilitasiya Pansionatında tibbi reabilitasiya hansı istiqamətlər üzrə həyata keçirilir? Şağan Reabilitasiya Pansionatında digər müəssisələrimizdə olduğu kimi tibbi reabilitasiyanın əsas qayəsini fizioterapevtik müalicə üsulları təşkil edir. Bu otaqda elektroterapiya ilə müalicə prinsiplərindən istifadə olunur. Bundan əlavə digər otaqlarımızda da elektroterapiya, fonoforez, diatermiya, sonra traksion müalicə, maqnitoterapiya, daha sonra hidroterapiya, parafinlə və hot paketlərlə müalicə kimi müalicə üsullarından istifadə olunur. Bu avadanlıq neyroforma avadanlığıdır və müasir avadanlıqlardandır. Bu neyropsixoloq, neyroreabilitoloqlar tərəfindən yaradılmış bir proqramdır, kompüter proqramıdır. Bu proqram vasitəsilə əlilliyi olan şəxs, beyin insultu keçirmiş şəxslər və yaxud da beynin hər hansısa bir patoloji xəstəliklərindən sonra reabilitasiya dövründə yararlana bilərlər. Burada koqnitiv funksiyaların inkişafı, beyin yarımkürələrində müəyyən bir ocaqların
sağalması, reabilitasiyası dönəmində bu proqramdan istifadə olunur. Fərdi reabilitasiya planı tərtib olunduqdan sonra hər bir əlilliyi olan şəxs artıq səhəri gündən başlayaraq həm fizioterapevtik müalicə üsullarından, həm müalicəvi bədən tərbiyədən istifadə etməyə başlayırlar. Burada əlilliyi olan şəxslərlə individual olaraq bizim instruktorlar məşğul olur. Avadanlıqlarımız yenidir, müasirdir. Bu, hər bir əlilliyi olan şəxs üçün həm çəkisinə uyğun olaraq, həm oynaqların açılma, bükülmə bucaqlarına uyğun olaraq tənzimlənir. Qəbul olunduqda bu bucaqlar ölçülür və çıxışda da artıq gedən müalicə reabilitasiya proqramının nəticəsində əldə etdiyimiz nailiyyətlər, əlilliyi olan şəxsin əldə etdiyi nailiyyətlər artıq bir proqram üzrə tənzimlənir və təyin olunur. Fərdi olaraq hər bir əlilliyi olan şəxslə instruktorlarımız məşğul olur. Hal-hazırda biz Fuadın yanındayıq. Bu bizim instruktorlardan biridir. Məşğul olduğunuz şəxslə nə hərəkətləri eləyirsiniz, zəhmət olmasa təqdim eləyin. Pasientdə aşağı ətraf əzələlərində zəiflik olduğu üçün bu aparat açma bükmə aparatı vasitəsilə üst və alt əzələ qruplarına güclənmə veririk və digər avadanlıqlardan da həm bir trenajör və digər avadanlıq istifadə edərək həmin əzələ qruplarını gücləndirməyə çalışırıq. Salam. Kəramət xanım, pansionatda ümumi səbəbdən əlilliyi olanlarla yanaşı, həm də müharibə ilə əlaqədar əlilliyi olan şəxslər də müalicə alırlar. İstərdim ki, onlara göstərilən reabilitasiya prosesləri və xidmətlər haqqında məlumat verəsiniz. Ümumiyyətlə, reabilitasiya prosesinin əsasını fizioterapevtik üsullar təşkil edir. Hal-hazırki otaqda da biz hidroterapiya otağındayıq. Bu hidroterapiya nədən ibarətdir? Müalicəvi vannalarda dəniz dozunun və yaxud da digər qatqıların əlavə olunması ilə qan dövranının yaxşılaşdırılması prosedurları həyata keçirilir. Hal-hazırda müalicə alan əlilliyi olan şəxslər arasında qazilərimiz, müharibə veteranlarımız var. Məsələn, Məmmədov Ayaz bizim müharibə veteranıdır. Birinci qazimizdir. Ayaz bəy, özünüzü necə hiss edirsiniz? Çox gözəl, yəni bura fevralın 20-sindən gələndən çox gözəl prosedurlar gedir, yüksək səviyyədə, yəni diqqət və qayğı bütün qazilərə, şəhid ailələrinə, ağır çəklərimizə, ağsaqqallarımıza eyni qaydada prosedurlar gedir. Hansı xidmətlər sizə tətbiq olunur? Hər bir xidmət, 5 dənə xidmət tətbiq olunur, bir də turban normal, masajlar olur, tətbiq olunur, tox olur, terapiya olur, bütün nə prosedurlar varsa, hansılar uyğundursa, onları qəbul edirəm. Bəs səhhətinizdə əvvəlki vəziyyətə nisbətən dəyişiklik varmı? Çox, bu 5 gündə çox irəliləyiş və özümü rahat, belə cümrah hiss edirəm. 5 gündə prosedurlar gedir, onunla baxmayaraq özümü çox rahat, cümrah hiss edirəm. Bundan öncə də almışdınızmı reabilitasiya? Bəli, başqa reabilitasiyalarda almışam, bura da gəlmişəm. İndi ayın 20-sindən, fevralın 20-sindən buradayım. Hər şey qaydasındadır. Bütün kollektiv diqqət və qayğını, bütün şəhid ailələrinə, qazilərə diqqət və qayğı ilə yanaşırlar. Çox sağ olsunlar, razıyıq. Təranə xanım, qəhrəmanımız deyəsən biraz təvazökarlıq edir, amma istərdim ki, Ayaz bəy özü haqqında bizə ətraflı məlumat versin. Mənim Tərtər rayonunun 1-ci qrup Qarabağ qazisi və 1-ci müharibənin iştirakçısı 1-ci qrup qazi Məmmədov Ayaz Ərazoğlu. Yəni mən müharibəyə başlanan 93-cü ildən çağırış olmuşam, 94-cü ilə qədər yəni bütün Ağdamla tutmuş Ağdərə döyüşlərində iştirak eləmişəm. Hal-hazırda özüm də 1-ci qrup Qarabağ qazisiyəm.
Yəni cənab prezidentimiz də sağ olsun 1287-ci qərar əsasən mən igidlik medalından, fəxrlənmə medalından tərtib olunmuşam. Hazırda yanımda Qarabağ müharibəsi iştirakçısı 1-ci qrup əlilliyi olan Sevda Səfərova xidmət alır. Sevda xanım, istərdim ki, özünüz haqqında izləyicilərimizi məlumatlandırasınız. Mən Səfərova Sevda Aydın qızı, 1-ci qrup Qarabağ əlliyəm. 2006-cı ildən, yəni mən artıq bu reabilitasiya mərkəzlərində müalicə alıram. Hal-hazırda da mən bu mərkəzdəyəm, reabilitasiya mərkəzindəyəm. Çox gözəl bizə baxılır. Allah ömür versin. Yəni bizim ən böyük yaralı olan yerimiz Qarabağ idi. Mən həmişə inanırdım ki, Ali Baş Komandan bir gün əmr verəcək. Çünki mən bayaq da vurğuladım ki, mən 25 il üst-üstə xidmət elədim, əskər yetişdirdim. Mən buna daha çox inanırdım ki, bizim Ali Baş Komandan bir gün əmr verəcək, Qarabağı biz azad eləyəcəyik. Hal-hazırda da görürsünüz özünüzdə, biz belə bir gözəl şəraitdə, bu cür gözəl pansionatlar açılıb bizim üçün, pulsuz dərmanlar bizə verilir, hər cür bizə şərait yaranılıbdır. Hazırda yanımda Vətən müharibəsi qəhrəmanı Azər Abdullazadə əyləşib. Artıq 6 gündür ki, bu pansionatda reabilitasiya xidmətləri keçdiyini bildirdi. İstərdim ki, Azər, özünüz bu haqda məlumat verəsiniz. Burada Şağan reabilitasiya pansionatında hansı xidmətləri alırsınız və səhhətinizə necə təsir edir? Çox sağ olun. İlk öncə mən Vətən müharibəsi qəhrəmanı 2-ci qrup Qarabağ qazisi Abdullazadə Azər Rizvanoğlu. Döyüşüm olub Füzuli Cəbrayıl istiqamətində döyüşmüşəm. Mən bu günlərim burada bu xəstəxanada müalicə alıram. Sağ olsun cənab prezident, sağ olsun Mehriban xanım, qazi və şəhid ailəsinə göstərdiyi diqqət üçün çox təşəkkürümü, minnətdarlığımı bildirirəm. Və bugünkü gündə gördüyünüz kimi bu gün mən burada müalicə alıram. Yüksək səviyyədə diqqət göstərilir, qayğı göstərilir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən 2-ci qrup əlilliklə təmin olunmuşam. Müalicələrim davam edilir, diqqət olunur. Pansionatda hansı xidmətlər göstərilir sizə? Burada hal-hazırda mənə xidmətdə olanlar, ilk öncə bura gələndə biz müayinə olmuruq. Əks göstəriş olan varmı, olmayan varmı? Biz müayinə olunandan sonra həkimlər təyin edilir, bizə yazır hansı prosedurdan keçə bilərik. Mən burada hal-hazırda 2 tok prosedurdan keçirəm, 1 vanna, idman və masaj qəbul edirəm və yüksək səviyyədə və çox da xeyir görürük. Elə bu otaqda da sosial-psixoloji reabilitasiyanın bir qolu olan dans ability məşqləri gedir. Əlilliyi olan şəxslər bu dans ability məşğələlərini çox sevirlər və aktiv şəkildə bu məşğələlərdə iştirak edirlər. Tərana xanım, bəzi əlilliyi olan vətəndaşlarımız var ki, bu və ya digər səbəbdən stasionar müalicələrini ala bilmirlər. Belə olan halda hansı dəstək mexanizmi göstərilir? Əslində, əvvəlki dönəmdə bu barədə DTSR-da elə bir xidmət yox idi. Amma hal-hazırda bu DTSR-nın əldə etdiyi ən böyük nailiyyətlərdən biridir ki, biz səyyar xidməti təşkil eləyə bilmişik. Səyyar xidmət dedikdə, bu və ya digər səbəbdən mərkəzə gələ bilməyən əlilliyi olan şəxslər və yaxud da onların qəyyumları SEK-ə müraciət eləyərək oradan reabilitasiya kursu üçün yardım istəmələrini nəzərdə tuturuq. Bu zaman dost xidmətlər və yaxud SEK-ə müraciət eləyən əlilliyi olan şəxslər və yaxud da onların qəyyumları, ünvanları və bütün özləri haqqında parametrləri mərkəzə ötürürlər və mərkəzdən həmin əlilliyi olan şəxslərin evlərinə vizit təşkil olunur. Multidisiplinar komanda yerindəcə səyyar xidmət
dediyimiz xidmətin tərkibində olan əməkdaşlar tərəfindən dəyərləndirilmə aparılır. Hazırda saat 2-ni göstərir Təranə xanım. Komandamız da hazırdır. İstərdim ki, Turan xanım bugünkü səyahət xidmət barədə məlumat versin. Bugün biz ikinci dərəcə əlilliyi olan İsmailov Rəfail Bayramoğluna növbəti seans üçün xidmət göstərmək üçün gedirik. Biz ona təyin etdiyimiz MBT, əmək terapiyası və masaj xidməti. Həmin şəxs baş beyin işemik insultundan əziyyət çəkir. Sol tərəfli hemparez, ikinci əzələ gücü 2 bal, hərəkət çox məhdud, koqnitiv funksiyalar endiyinə görə növbəti seans üçün biz ona evdə səhər xidmət göstərməyə gedirik. Təranə xanım, çox sağ olun ki, Şağan Reabilitasiya Pansionatı haqqında bugün bizi ətraflı məlumatlandırdınız. Rita xanım, əslində gördüyünüz bütün bu prosedurlar bizə gələn qonaqlarımız, əlilliyi olan şəxslərin sağlamlığı üçün xidmət edir. Lakin bu prosedurlardan əlavə əsas insan keyfiyyət olan insana qayğı bizim müəssisənin bütün əməkdaşları üçün bir devizdir. Bura daxil olan hər bir kəs qayğı ilə əhatə olunmalıdır. Onlar buradan gedəndə özlərini bir evlərindən getmiş kimi hiss eləməlidirlər. Zaten də o cürə hiss eləyirlər və buna görə də mən hər bir əməkdaşımıza təşəkkür eləmək istəyirəm, minnətdarlığımı bildirmək istəyirəm ki, bu prosesdə hər biri canla başla iştirak edirlər. Təşəkkür edirəm. Gördüyünüz kimi reabilitasiya sadəcə tibbi prosedurlar toplusu deyil. Bu, həm də insanın özünü yenidən kəşf etməsi və gələcəyə inamla addımlaması deməkdir. Şağan Reabilitasiya Pansionatında atılan hər bir addım, əldə olunan hər bir nailiyyət bir daha göstərir ki, düzgün yanaşma və peşəkar dəstək olduqda məhdudiyyətlər yeni imkanlar yaradır. Reabilitasiya zonası olaraq biz də bu uğur hekayələrini sizə çatdırmağa davam edəcəyik. Növbəti görüşlərədək.